Salam, bugün sizə hücum növlərindən biri olan DOS atakı başa salacağım. DOS atak nədir? DOS atak bir yerdən, mənbədən istədiyiniz yerə, sayta, Wi-Fi və s. yerə çoxlu sayda requestlər göndərib həmin yeri çökdürmək deməkdir. Bunun bir tık üstü DDoS atakdır. Yəni çoxlu mənbələrdən göndərsən, sən DOS atak bir mənbədən göndərir, bir kompüterdən məsələn, DDoS atak bir neçə kompüter və yerdən göndərəndə daha effektiv olur. Bir də diğer DOS atakı var. O da çox sayda reflektorlardan göndərilində olur. Nəysə, DOS atakı başa salacağım. DOS atak eləmək üçün məsələn Wi-Fi-lara DOS atakı necə olunur onu başa salacağım. Bəlkə sonraki videoda Wi-Fi parolu qırmağı başa salıram. İstənsə. Panel açırıq. Panelə yazırıq əvvəlcə sudo apt install yükləyirsiniz və məndə hazırda yüklüdür. Ona görə yazıram sudo Yersinia proqramı başladıram. Proqram açıldı. Yazıb warnings interface bulan 0 selected as a default one. Sizin interfeysiniz, yəni bulan 0 default olaraq seçilib. Yəni siz burada bulan 1 ya da Ethernet 0 ya da bulan 1 özünüzə qoşa bilərsiniz. Wi-Fi kart alaraq. Deməli, bu dəyişmək lazımdır. Əvvəlcə hash panelini açırıq. Edit interface, yəni interfeysi dəyişə bilmək istəsəz əgər dəyişə bilərsiniz. İyə basırıq. Burada məsələn bulan 0 yandırmazdır. Məndə hal-hazırda yanıq olur. Sizə Ethernet də ola bilər. Yəni C-yə basıb o da yandıra bilərsiniz və s. Nəysə. Daha sonra DS tipi moduna keçirsiniz. Bu da S tipi moddadır. Bu F2'ye basaraq DS tipi moduna keçirirsiniz. Sonra Discover atak eləmək üçün, DOS atak eləmək üçün X-a basırsınız. Sending Discover Packet, yəni Discover atakların göndərilməsi kimi bir şey. Release paket də var və s. DS tipi və güya server var. Bizimki DOS atakdır. Ona görə X-i basılıb tutub 1'ə basırıq. Və DOS atak beləcə başlayır. Bunu söndürək ki, Wi-Fi'miz dağılmasın. Video bu qədər.